Həyatda hər hansı bir narahatlıq, tərəddüdlə qarşılaşanda çalışın fikir verin. İlk beyninizə gələn hansı fikirlər olur? İlk hiss etdiyiniz duyğular hansı duyğular olur? Hansı hisslər sizə gəlir? İlklər çox önəmlidir. Məsələn, təsəvvür edin ki, siz yox deməyi bacarmırsınız və hər dəfə də insanlara yox demirsiniz, bu və ya digər şəkildə onların təkliflərinə istəməyərək razılaşırsınız və özünüz də bunun fərqindəsiniz ki, bu sizin xoşunuza gəlmir. Növbəti dəfə belə bir situasiya ilə qarşılaşanda çalışın, fikir verin, özünüzü kənardan izləməyi bacarın. Görün, sizə nəsə təklif edəndə siz ki, yox demirsiniz, hə deyirsiniz. Bax, ona qədər olan müddətdə keçirdiyiniz hisslər hansı hisslər olur? Hansı fikirlər beyninizə gəlir? Bəlkə elə bir xatirə canlanır ki, bu sizə hansısa informasiya verəcək sizin haqda. Düşünürəm ki, bir insanın qazandığı ən böyük qabiliyyətlərdən biri özünü kənardan izləmək, öz fikirlərini, beyninə gələn avtomatik fikirləri, düşüncələri izləyə bilməkdir. Çünki belə olan təqdirdə bütün bu ilklər sizə keçmişiniz haqda, sizin hansısa bir məqamda əgər belə kobud çıxsa da deyim ki, ilişib qalmısınızsa, o haqda sizə bir informasiya verəcək. Bəlkə də sizi elə bir hadisəyə aparacaq ki, buna qədər siz o hadisəni sadəcə xatırlayırdınız, amma onun nə dərəcədə sizin üçün əhəmiyyətli olduğunu fərqində deyildiniz. Ona görə də özünüzü izləməyi unutmayın, özünüzü kənardan izləyin. Çünki bizim həyatımız çox dinamikdir. Bu dinamik həyatın fonunda biz hadisələri, bəzən emosiyaları çox aşağıda olaraq, yəni çox üstdən yaşayırıq. Emosiyaları çıxarmaqda çətinlik çəkirik, emosiyalarımız çox qabarıq olmur, fikirlərimiz, hisslərimizə çox az önəm veririk həyatımızda.